Rəbbin varisləri, evladları, sevimliləri, qoy Rəbb hər birinizə toxunsun. Şəfa diləyənlərin hər kəsin, bədənin hər bir hüceyrəsinə Rəbbin ruhu toxunsun. Bütün nə narahat eləyən nə varsa, qızdırma varmı, boğaz ağrısı varmı, halsızlıq varmı, qoy Rəbbin adı ilə onların hər birisi o insandan qaçsın. İstər körpədən, istər böyükdən, fərqi yoxdur. Biz həyata malik olan Rəbbin evladlarıyıq və bizim Rəbbimiz yalnız həyat verəndir. Və onun adını çəkdikdə, onun adını iqrar etdikdə, onun adını həyatımızda izzətləndirdikdə, bütün xəstəliklər, bütün halsızlıqlar, bütün viruslar və bütün qriplər bizdən qaçır. İsa Məsihin dir adı ilə. Mən bunu bəyan edirəm və bunu iqrar edirəm. Hər kəsin üzərinə şəfaya ehtiyacı olan, qripdən fərq eləmir, ağrıdan fərq eləmir, boğaz ağrısından və yaxud başqa bir ağrılardan üzərinizə İsa Məsihin adını bəyan edirəm, üzərinizə onun həyatını bəyan edirəm, üzərinizə onun qanını bəyan edirəm və deyirəm ki, sizə heç bir xəstəlik, heç bir ağrı, heç bir acı üzərinizdə hökm sürə bilməz. Çünki siz Rəbbin evladlarısınız və Rəbb sizə artıq həyat vermişdir. Kəlam da bunu 1000 dəfə, milyon dəfə təsdiqləyir. Oğluna malik olan şəxsin həyatı var. Allahın oğluna malik olmayan şəxsin isə həyatı yoxdur. Biz hər birimiz Allahın oğluna malikik. Biz hər birimiz öz həyatımızı, canımızı, ürəyimizi, düşüncəmizi, həyat tərzimizi, bütün nəyimiz varsa ona bəxş elədik və biz ona görə həyat mənbəyinə malikik. Biz həyat mənbəyindən qidalanırıq. Həyat mənbəyi bizi qoruyur, bizə ümid verir, bizi hər gün öz xeyir duaları ilə, öz məhəbbəti ilə bizi yeniləyir. Min şükür olsun onun varlığına görə. Bunları sizə Allahın oğlunun adına iman edənlərə yazdım ki, əbədi həyata malik olduğunuzu biləsiz. Heç vaxt imkan verməyin ki, bir ağrı, bir acı, bir halsızlıq, bir problem sizi bu vəzifədən endirsin. Siz Rəbbin evladı deyilsiz deyə üzünüzə qışqırsın. İmkan verməyin. Hər zaman, hər bir ağrıya, hər bir acıya, hər bir problemin üzünə qışqırın ki, mən həyata malik olan bir evladam. Mən Rəbbə məxsusam. Məni qoruyan Rəbbdir. Mənə şəfa verən Rəbbdir. Məni hər şeydən və hər kəsdən, bütün problemlərdən, bütün yıxılmağımdan, bütün məni əzmək istəyənlərdən daha üstünəm. Çünki mənim içimdə olan ruh bu dünyanın ruhundan daha üstündür. Hər birinizə Rəbbin qanını bəyan edirəm üzərinizə. Rəbbin şəfasını bəyan edirəm. Çünki artıq siz şəfalısınız. Artıq siz Rəbbin həyatına maliksiniz, Rəbbə maliksiniz. Həyat verən Rəbbə maliksiniz. Əlinizi uzadın, Rəbdən götürün. Fikirləşməyin ki, o sizə verməyəcək. O artıq sizin üçün hər bir şeyi hazırlayıb. Əlinizi uzadın, deyin, bu mənə məxsusdur. Bu şəfa mənimdir, bu rahatlıq mənimdir, bu həyat mənimdir, bu gözəllik mənimdir, bu məhəbbət mənimdir, bu ailə mənimdir. Və hər bir problem və hər bir xəstəlik Rəbbin ayaqları altındadır və Rəbb onları artıq çoxdan 2000 il bundan qabaq artıq ayaqlarının altına qoyaraq onları darmadağın elədi. Amin. Baxın, bəzən biz fikirləşirik ki, biz məsələn Rəbbə xidmət eləyə bilmirik. Bəlkə cəsarətimiz çatmır, bəlkə yəni ki, danışıq tərzimiz o qədər də mükəmməl deyil və yaxud insanlarla ünsiyyət qura bilmirik. Nələrsə. İnanın, baxın, belə bir şey gəldi ürəyimə. Ən böyük xidmət bilirsiniz nədir? Siz yaşadığınız ərazi üçün dua eləmək. Çünki Rəbb sizi elə belə o yerə qoymadı. O yerdə sizi bəsləyib böyütmədi. Siz hər biriniz çox yaxşı, məsələn, yaşadığınız ətrafı, mühiti bilirsiniz ki, orada vəziyyət nə yerdədir.
Orada oğurluq baş verib gedir, orada narkomaniya baş verib gedir, pozğunluq baş verib gedir və yaxud sizin ərazinizdə barlar, düzgün olmayan bir yerlər qurulur, oğurluq baş alıb gedir. Baxın, ən böyük xidmət, baxın, o ərazi üçün gecə-gündüz dua eləməkdir. Çünki kəlamın bir yerində yazılıb ki, bu vaizdə yazılıb, o kəlamın mənası odur ki, sən dua etmədikdə, sənin qalabın divarları nə qədər möhkəm olsa da, iblis onları aşacaq, düşmən onları aşacaq. Və ona görə də həqiqətən də, baxın, sizin ən böyük xidmətiniz, məsələn, bir başqa cürə xidmət edə bilməyənlər üçün, öz olduğunuz ərazi üçün dua eləməkdir. Dua eləyin ki, o ərazinin üzərinə Rəbbin xeyir duası gəlsin, Rəbbin əli gəlsin, səltənəti gəlsin. Qoy orada narkomaniya azalsın, qoy orada gənclər daha şəffaf olsun, qoy orada oğurluq tamamilə yox olsun, qoy orada rüşvətxorluq tamamilə yox olsun, qoy orada, məsələn, bu barlardır, bu yəni ki, gənclərin yığıldığı və pozğunluq baş alıb getdiyi yerlər darmadağın olsun. Bəlkə sizin ərazilərinizdə falçılar çoxdur, cadugarlar çoxdur. Qoy Rəbb o yerləri tamamilə yerlə yeksan eləsin və o insanlar, o işlərlə məşğul olan insanlar azadlığa gəlsinlər. Rəbbin ruhunda böyüməyə başlasınlar, Rəbb üçün xidmət eləməyə başlasınlar. İnanın, bu o qədər bir böyük xidmətdir ki, siz elə bilməyin ki, işte siz elədiyiniz dualar yan keçir. Sizin dualarınıza görə sizin olduğunuz mühitiniz, əraziniz o qədər çiçəklənəcək. Bu kəlam üzərində durun. Rəbbin edə bilməyəcək bir şey varmı? Sən hər şeyə malik və hər şeyə qadir Rəbbsən. Və ona görə də biz hər bir vəziyyəti, hər bir situasiyanı, önümüzdə duran o problemləri, bizi məyus eləyən bir şeyləri sənin əllərinə verib biz rahatlıqla yaşayırıq və sənə ya Rəbbim, hər şeyi sənə bəxş eləyirik ki, və hər şeyi sənin çarmıxın altına gətiririk və heç nəyin qayğısını çəkməyəcəyik, heç nəyin fikrini eləməyəcəyik, heç nəyə görə məyus olmayacağıq. Çünki biz sənə güvənirik, biz hər bir şeyimi sənə verdik. Öz fikirlərimizi, öz düşüncələrimizi, öz ümidlərimizi sənə bağladıq, ya Rəbbim. Və sənin kəlamın dediyi kimi, sevinin, sevinin, bir daha sevinin. Və biz sevinəcəyik ki, sən bizim həyatımızda varsan. Biz sevinəcəyik, sən bizim Rəbbimizsən, atamızsan. Sən bizim həyat verənimizsən. Və bütün bizi düşündürən, bizi narahat eləyən, bizi məyus eləyən, bizi ağrıya, acıya düçar eləyən hər bir şeyi sənin əllərinə verərək, ya Rəbbim, biz bunların həllini səndən istəyirik, ya Rəbbim. Biz çabaladıq, biz çox planlar qurduq, amma heç nə və heç nə bizi bu vəziyyətdən çıxara bilmədi. Ona görə də, ya Rəbbim, biz buna görə səndən üzr istəyirik. Sənə güvənmədiyimiz üçün bağışla bizi. Özümüzə güvəndiyimiz üçün bağışla. Özümüzü daha üstün tutduğumuz üçün bağışla. Biz səndən daha çox bildiyimizi, düşündüyümüzə görə bağışla, ya Rəbbim. İndən sonra biz sənə güvənirik. İndən sonra hər şeyi sənin əllərinə veririk. İndən sonra hər bir problemin, hər bir xəstəliyin, hər bir məyus edəcək bir şeylərin həllini səndən istəyirik, ya Rəbbim. Və biz hər zaman səni izzətləndirməklə, sənə ümid bağlamaqla, sənə bel bağlamaqla, ya Rəbbim, sənin adını ucalardan ucaltmaqla yaşayacağıq. Qoy Rəbb həqiqətən də siz o qədər böyütsün öz ruhunda, öz kəlamında. Qoy Rəbb sizin hər bir qədəminizi xeyir dualı eləsin. Qoy Rəbb əl atdığınız, ayaq qoyduğunuz hər bir yeri xeyir dualandırsın, çiçəkləndirsin, bəhrələndirsin İsa Məsihin diri adı ilə. Həqiqətən də Rəbb möhtəşəmdir. Rəbbdir nurum, qurtuluşum. Mən kimdən qorxum ki? Rəbbdir ömrümün qalası. Mən kimdən vahimələnim ki? Çünki bilirsiniz niyə? Nə vaxt biz büdrüyərik, biz də öz düşmənlərimizə onlar bizə dilədiyini diləsək. Amma biz hər zaman düşmənlərimizə xeyir dua versək, onlar üçün dua eləsək, onlar üçün Rəbbin qarşısında dursaq, inanın, baxın, Rəbb bizə vəd elədiyimizi mütləq verəcəkdir.
Bizim düşmənimiz yoxdur. Bəlkə kiminsə xoşuna gəlməyə bilərik, bəlkə kimsə bizi sevməyə bilər. Amma yenə də heç birinin pisliyini istəmərəm. Heç kəs özgənin pisliyini istəməz və hər şeyi və hər kəsi Rəbbin taxtacı altına gətiririk və ən böyük hakim Rəbdir və Rəbb hakimlik eləyəcək kimin düz, kimin səhv olduğunu, kimin alqışa, kiminsə məsələn bir dənə yaxşı şilləyə layiq olduğunu. Min şükürlər olsun bu kəlamlara görə. Həqiqətən də Rəbb bizim nurumuzdur. Həqiqətən də Rəbb bizim qurtuluşumuzdur. Rəbb olmasaydı biz heç vaxt qaranlıqdan çıxa bilməzdik. Rəbb olmasaydı biz heç vaxt qurtuluşumuzu ala bilməzdik. Kölə kimi bir ömür boyu bu dünya üçün köləlik eləyərdik. Ömrümüzün axırına kimi. Bütün baxın, hər kəlam deyir ki, bütün qayğı yükünüzü Rəbbə ötürün. Rəbbə ötürün ki, o sizin qayğınızı çəkir. Həqiqətən də bu belədir. Baxın, hər dəfə Rəbb bunu deyir, amma hər dəfə Rəbbin önünə gələndə biz qayğılarımızı Rəbbə veririk. Sonra təzədən o qayğılarımızı öz üzərimizə götürüb çıxıb gedirik öz işimizin dalınca. Biz nə vaxt ki qayğını veririk, nə vaxt ki biz rahatlaşırıq, nə vaxt ki biz gülümsəməyə başlayırıq, nə vaxt ki biz hər şeyə gülümsəyərək qarşılayırıq, gülümsəyərək baxırıq. Hər şey yaxşı olacaq, bu da keçib gedəcək deyirik. Baxın, inanın, o vaxt biz artıq bütün yükü veririk, güvənirik Rəbbə. Bəzən güvənmək çox çətin olur, həqiqətən də bu belədir. Bəzən biz deyirik güvənə, amma bəzən güvənmək çətin olur. Bəzən elə bir anla, elə bir məqamlarla rastlaşırıq ki, çox çətin olur güvənməyə. Çünki ortalıqda bir sən deyilsən. Sənin əlinə baxan, məsələn, sənə ehtiyac olan daha çox insanlar vardır. Amma yenə də kəlam deyir ki, mənə güvənən heç vaxt utanmazdır. Ona görə hər zaman, hər bir vəziyyətdə, hər bir problemdə Rəbbə güvənməyə öyrənin. Hər bir yükünüzü verin Rəbbin əlinə. İstər balaca yük olsun, istər böyük yük olsun, fərq eləmir. Evladlarımla yola getmirəm, bu da bir yükdür. Verin onu Rəbbə, dua eləyin, məhəbbətinizi göstərin. İnanın, o yükü Rəbb elə bir rahatlıqla, elə bir gözəlliklə aradan qaldıracaq ki, heç özünüz də bunu başa düşməyəcəksiniz. Yoldaşınızla probleminiz var, verin o yükü. Evdə söz-söhbət var, verin o yükü. İşsizlik baş alıb gedir, verin o yükü. Qoy Rəbb həqiqətən də hər bir yükün arxasında qoy Rəbb dayansın. Çünki yalnız o yükü qaldıra biləcək yeganə var olan Rəbbdir. Min şükürlər olsun Rəbbin varlığına. Həqiqətən də min şükürlər olsun Rəbbin varlığına. Baxın, bəzən biz bəzi şeylərdən biz öz həyatımızda imtina eləmirik. Həqiqətən də bu belədir. Onlardan biri də and içməkdir. Kimisə öz sözümüzün bütövlüyünü sübut eləmək üçün biz başlayırıq and içməyə. Balamın canı, atamın canı, bizim ölkədə daha çox bu belə, necə deyərlər, belə məşhur bir sözdür. Allah haqqı deyirlər. Həqiqətən də baxın, Rəbb özü təsdiqləyir ki, bu düzgün bir ifadə deyil. Çünki bir çox vaxtı bu bizim sözümüzdə bütövlük olmadığımızı göstərir və bizim kökümüz olmadığımızı göstərir. Çünki insan bütöv olduqda, sözdə, hərəkətdə, həyat tərzində bütöv olduqda, inanın, o insan heç vaxt and içmir. Yəni ki, onun ətrafında olan insanlar da bilir ki, bu insan sözdə bütöv bir insandır, hərəkətdə bütöv bir insandır. Dediyi söz həqiqətdir. Görün kəlam nə deyir? Deyir, mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o Allahın taxtacıdır, nə də ki yerə, çünki yer onun ayaqların altındakı kətildir, nə də Yeruşalimə, çünki ora böyük padşahın şəhəridir. Başıva da and içmə, çünki sən hətta bir dənə saçı belə ağ və ya qara edə bilməzsən. Ancaq sözünüzdə bəlliniz bəlli, xeyriniz isə xeyr olsun. Bundan da qalanı şər olandır. Həqiqətən də, baxın, mən öz ətrafımda olan bir insanlardan götürürəm. Çox vaxtı, baxın, yalan danışdı, düz danışdı, fərq eləmir. Elə bil ki, bir vərdiş alınıb. Hər şeyə and içir. Başına and içir, balalarına and içir. Nəyi varsa ona and içir.
Mən də hər zaman deyirəm ki, and içmə. Mən sənə inandım. Sən bu sözü dedin. Sən yalan danışsan belə də, bilirsiniz, onun günahı mənim üzərimə gəlmir. O günah sənin üzərində qalır. Çünki sən bilə-bilə yalan danışırsan və bu yalana görə sən nələrəsə and içirsən. Şər kimdən gəlir? İblisdən gəlir. Və inanın, biz yalandan and içdikdə, boş-boşuna and içdikdə, biz iblisə yol açırıq ki, o şər olan bizim həyatımızda təsdiqlənərək özü üçün yer düzəltsin. Və gərək biz özümüz öz dilimizə, öz danışıq tərzimizə biraz diqqət yetirək və bu and içmələrdən tamamilə Rəbb bizi azad eləsin. Və buna da biz cəhd göstərməliyik ki, biz artıq buna əl atmayaq. Biz sözü bütöv olaq. Əgər düzdürsə düzdür deyək, səhvdirsə səhvdir deyək. Bəzən biz başqalarının fikrini Rəbbin sözündən daha üstün tuturuq. Amma inanın, Rəbbin sözündə biz sütun salaraq dayansaq, vaxt gələcək və hər kəs bizim sözümüzdə bütöv, həyatımızda və həyat tərzimizdə bütöv olduğunu hər kəs bunu görəcəkdir. Və min şükürlər olsun, həqiqətən də Rəbbin hər bir kəlamına, çünki Rəbbin kəlamı hər bir halıyla, hər bir aktualdır. İndi də o aktualdır. Deyirəm, bu neçə əsrlər əvvəl yazılan bir kəlam günü bu gün də aktualdır. Çünki bir çox imanlılar belə bu cürlə yaşayırlar. Sözlərin başlığı da and içmədir, axırı da and içmədir. Bu ondan irəli gəlir ki, onlar həqiqətən də yəqin ki, özləri bilirlər ki, onların yaşadığı həyat tərzi düzgün deyil, səhvdir və onlar and içməklə özgələrinə elə bir ki, sübut eləmək istəyirlər ki, yox, mən düz danışıram, amma əslində bu belə deyil. Ona görə də gəlin Rəbbin kəlamında daha dərinləşərək, həqiqətdə Rəbb bizə dediyi bir şeylərdən azad olaq. Bu sözdə o qədər bir böyük həqiqət var ki, Rəbb hər zaman bunu öz kəlamında təsdiqləyir ki, mən sizinləyəm, siz məndə, mən sizdəyəm. Və niyə bir çox şeylərə görə biz irəli gedə bilmirik? Çünki biz dalğa kimi bu vəd olunan kəlama biz inanmırıq, iman eləmirik deyənə. Və siz demişkən, mən sığınacağın içindəyəm, mən Rəbbin qanadı altındayam və mən yenə də Rəbbi çağırıram. Çünki mənim içimdə o inamım yoxdur ki, mən o qanadı altında ola bilərəm. Və yaxud da biz özümüzü buna layiq görmürük ki, biz Rəbbin qanadı altında ola bilərik. Amma biz artıq bunu başa düşməliyik ki, biz bizim sücəyyətimizə görə deyil, bizim yaxşı əməllərimizə görə deyil, biz Məsihin məhəbbətinə görə artıq günahdan azad olunmuş və Rəbbin qarşısında artıq bir mömin kimi dura bilirik. Bir ömür boyu biz nəsə bir səhv eləyəcəyik, bu başqa bir şeydir. Bu, yəni ki, necə deyərlər, insan birdən-birə tutalım da aşı bişirib ortalığa gətirə bilmir. Belə qəşəng, belə süfrəyə qoyulası bir aşı. Əvvəl düyü çox olur, düyü az bişir, çox bişir, nə bilim belə öyrənirik də. Eynən də bizim həyatımız. Yəni ki, biz hardasa yıxılırıq, hardasa dururuq, səhv eləyirik. Bu bir başqa bir şeydir. Amma tamamilə iblisin bizə Adəmdən sonra, yəni ki, qoyulduğu o günahdan biz azadıq tamamilə və biz Rəbbin qarşısına, Rəbblə bizim aramızda artıq pərdə yoxdur. Biz pərdəsiz Rəbbin qarşısına gələ bilirik və Rəbb bizi Məsihin qanı kimi görür. Çünki artıq biz o qana büründük. Baxın, inanın, mən də bir çox vaxtı bunu başa düşmürdüm. Mən də baxın, sizin kimi sığınacaqdayam, amma sığınacaq axtarırdım. Rəbbin qanadı altındayım, amma Rəbbin qanadını istəyirdim. Amma sonra başa düşdüm ki, mən artıq istəməməliyəm, mən artıq minnətdarlıq bildirməliyəm ki, mən artıq buradayam, Rəbbin yanındayam, Rəbbin qanadı altındayam, Rəbbin sığınacağındayam. Mənə nəsə axtarmaq lazım deyil, mənə o sığınacağa görə minnətdarlıq bildirməyə gərək lazımdır.